Bir kişi yaşarmış, yoksulmuş yaman, yoksulluk elinden edermiş aman. Oğlunun olarken 1-2 yaşı dünyadan gitmişti hayat yoldaşın. Xeyli çətinliklə oğul böyütdü, əzaba qatlaşdı, beli büküldü. Oğlu yetkin hala yetişen zaman, kişi arzusuna yetişti güman. Oğlu nişanladı güzel bir kıza, oğlu nişanladı güzel bir kıza, kulaklar etti ki gelmesin güzel. Oğluna toy edip gelin getirdi, atalık borcunu yerine getirdi. O günden sevinci aşıp daşırdı, o günden sevinci aşıp daşırdı, elə bir yeniden cavanlaşırdı. Xeyli vaxt keçərək gelin gelenden, kişi qocalaraq lap düşdü elden. Artık koca düştü pis vəziyyətə, gelin tablaşmadı bu vəziyyətə, bu vəziyyətə. Axır ki zatını verdi bir üzə, bir gündə ərilə gəldi yüz üzə. Dedi bil ki bu evdə atan məni bezikdirib, özü də yaman, özü də yaman. Sen onu bu evdən uzaq atmasan, daha bir də məni görməyəcəksən, daha bir də məni görməyəcəksən. Oğlan gəlinlər eşitcək bu sözləri, titrədi əlləri, əsdi dizləri. Dedi bir fikirləş dediklərini, saxla ürəyində bildiklərini. Məni boya başa çatdırıb atam, məni boya başa çatdırıb atam, ona görə miydi mən onu atam. Onun zəhmətini yitirsəm əgər, onun zəhmətini yitirsəm əgər, qismətim olmazmı qəm qüssə kədər, qəm qüssə kədər. Gəlin hikmətlərlə yüzü yağı güldü, çətinlik çəkmədən verdi hökmünü. Dedi yaxşı-yaxşı fikirləş oğlan, dedi yaxşı-yaxşı fikirləş oğlan. Bu evdən mən qalım ya da ki atan. Oğlan pis bəlaya olmuşdu duçar, çox fikrə gedərək qalaraq naçar. Qoca yatağına o yüzün tutdu, ata zəhmətini tez unutturdu, tez unutturdu. Gəlib durdu atasının yanında, qoca uzanmışdı öz yatağında. Oğlan əhvalatı danışdı ona, yazıq inana bilmədi oğluna, oğluna. Bu sözləri deyir ciyər parəsi, susmaqdan savayı yoxmuş çarəsi. Həyətdə var imiş köhnə bir səbət, taleyinə yazılıbmış bu onun əlbət, bu onun əlbət. Oğlu atasını səbətə saldı, sonra da qaldırıb